Salam dəyərli izləyicilərim. Bugün sizləri Kostin firmasının məhsulları ilə tanış etmək istəyirəm. Bu firma Azərbaycanda yenidir. Ona görə də istəyirəm ki, bu məhsulların hər birindən yararlanasınız. Bu Kostin firmasının qaş sabitləyicisidir. Gün boyu qaşlarınızı sabit saxlayacaq. Kostin firmasının qaş gelinin 3 rəngi var. Soft brown, medium və karamel. Mən medium rəngindən istifadə edərək qaşımdakı boşluqları dolduracağım. Konsilerin 2 rəngi var. 01 nömrə, 02 nömrə. Mən indi 02 nömrəsindən istifadə edəcəm. Kostin firmasının 3 növ ten paleti mövcuddur. Hər birinin içərisində həm isti tonlar, həm də soyuq tonlar var. Mənim istifadə edəcəyim bu tende 2 highlighter, rumiana və eyni zamanda da bronzer vardır. Dəyərli izləyicilərim, tenden istifadə etdim və gördüm ki, göz altına heç bir tökülmə olmadı və pigmentasiyası da çox yüksəkdir. Kostin firmasının ağ zərindən gözlərimin üzərinə indi istifadə edəcəm. Zərlər müxtəlif rənglərdədir. Mən indi ağından istifadə edirəm. Bu zərlərin müsbət tərəfi ondan ibarətdir ki, gözün üzərinə kleysiz tətbiq olunur, heç bir tökülmə olmur və gün boyu da gözün üzərində qalır. Bu tonal kremlərin digər tonal kremlərdən fərqi ondadır ki, 50 millidir və üzə çəkəndə nəmləndiricidən, bazadan istifadə etmək lazım deyil. Çünki tərkibində həm nəmləndirici, həm də baza var və SPF tərkiblidir. İndi isə keçirəm yüz konturlamasına və buna görə də Kostin firmasının Green paletindən istifadə edəcəm. İndi isə keçirik Kostin firmasının maye ənliklərinə. Gördüyünüz kimi pigmentasiyası çox yüksək, elə gözəl, möhtəşəm bronzer paleti var. Matdır və içərisində pudra da var. İndi gəldik çatdıq ənlik paletimizə. İçərisində müxtəlif rəngləri var və 2 dənə də highlighter'ı var. Kostin firmasının dodaq boyalarının rəng çeşidləri müxtəlifdir. Həm qalıcıdır, həm də ki matdır. Gəldik çatdıq makyajımızın sonuncu mərhələsinə və mən Kostin firmasının highlighter'ından istifadə edəcəm. Kosmetik vasitələr içərisində ən sevdiyim highlighter'dır. Çünki qadınlarımızın ışıl-ışıl parladamasını çox sevirəm. Dəyərli izləyicilərim, makyajım yekunlaşdı. Videonun da əvvəlində dediyim kimi Kostin firmasının kosmetik vasitələrindən istifadə etdim. Mən bu kosmetik vasitələri həqiqətən çox sevdim, çox bəyəndim, möhtəşəmdilər. Üzə oturuşu, qalıcılığı, pigmenti çox superdir və hər birinizə alıb istifadə etməyi tövsiyə edirəm. Bu kosmetik vasitələri əldə etmək istəyirsinizsə, Kosmetik Nar səhifəsindən Gülnar xanıma müraciət edə bilərsiniz. 2 filialı var. Biri Xalqlar Dostluğu metrosunun yaxınlığında, digəri isə Memar Əcəm metrosunun yaxınlığında yerləşir.